Salam, bu günləri kanalıma abunə olanlar təşəkkür edirəm. Bu günləri mən sizə bax bu gözəlliyi göstərəcəm. Bu da şal olacaq. Aliza Qotdan toxuyuram. Gül qurusu rəngimi deyim, qəhvəyə də çalır. Çox gözəl rəngi var. Bəlkə burada kamerada tam aydın görsənmir. Gəlin mən sizə bunun master klassını göstərdim. Çox gözəl toxunuşdu. Çox gözəl şal alınır, çox gözəl. Kim istəsə, nə bilim, atka eləyər, kim istəsə qəşəng gözünə köynək toxuya bilər. Mən bunu 3,5 milli tığla eləyirəm. Çünki bununla daha gözəl alındı. Bir neçəsi ilə denədim, amma bunda daha gözəl alındı. Gəlin mən sizə açıq rəngdə göstərəcəm bunun necə toxunur. O biraz deyirəm tünd olar, ona görə mən sizə uşaq ipi ilə göstərəcəm. Ondan da çox gözəl olur. Kim istəsə, yəni uşaq ipi ilə də olar. Orta qalınlıqdakı ipdir. Amma bu nazikdir də, bilirsiniz, Aliza Qotun şalı. Başlayaq. Mən zəncir çəkib gələcəm. Zəncir çəkdim, gəldim. Baxın. İndi biz necə başlayırıq bu naxışı. Bir artırmaya, yəni bir bütün trabzan eləyəcəyik. Hamısı, bütün zəncirlərin içinə bir dəfə girib trabzanlar toxuyacağıq. Bir dənə artırma. Bunu axıra kimi, zəncir bitənə kimi toxuyub gəlirik. Axıra kimi toxudum və 3 zəncirlə qalxdım. İndi sizə göstərəcəm. Biz artırma ilə 2'lik trabzan eləyəcəyik. 1, 2, 3, 4, 5, 6. 6-cıda daxil oluruq. Mən burada sizə göstərəcəm və sonra öz toxuduğumu da göstərəcəm ki, daha ətraflı başa düşəsiniz. Üç trabzan elədik. Baxın, yarım trabzandır. Yəni tığımızda 4 dənə bax beləsinə petlə qalmalıdır. Və sonda bunların üçündən götürürük. Sonra birindən götürürük. Baxın, belə alınır. 5 dəfə zəncir. 1, 2, 3, 4 və 5. Təzdən həmən yerə, həmən nöqtəyə daxil oluruq. Həmənki kimi. İpim dolaşdı. Baxın. Burada yenə də 3 dənə trabzan var. Bu üçün içindən keçirdirik. Təzədən 5 zəncir. 1, 2, 3, 4 və 5. 5 zəncir etdik. Təzədən eyni yerə batırıq.
Baxın, eyni üçündən çıxardıb axırda da biz 3 dənə burada gül ləçəyi deyək, yarpağa deyək, bax belə oxşayır və biz təzədən heç bir artırma etmədən yenə də 6, 1, 2, 3, 4, 5, 6. 6-dan keçirdirik. Bir dəfə də göstərirəm. Tığda 3 dənədir. Birinci belə, sonra belə təzədən 1, 2, 3, 4, 5 edib təzədən eyni nöqtəyə 2 artırma ilə toxuyuruq. Təzədən 5 zəncir. Baxın, biləsinə gül alındı. Mən axıra kimi gedib sizə sonunda belə deyim 4 dənə trabzan qalanda necə olacağını, yəni yanlar necə olacağını göstərəcəm. Bu yandan da eyni olsun. Bu yandan artıq keçdi, amma buradan göstərəcəm. Yəni burada olan, burada təkrarlansa çox gözəl görsənəcək. Mən gəldim, bax. Sonuna 4 dənə qalıb. 1, 2, 3, 4. Sonunu mən, yəni qıraqları belə etsəz daha yaxşı olar. Yəni hər bir zövqü var, bəlkə siz başqa cür edəcəksiniz. Məsləhət belədir ki, yəni yenə də trabzan edirik. Üç və 4. Dördüncü. Qalxırıq 3 dəfə zəncirdən yuxarı və çeviririk işimizi. Bax belə. Təzədən yenə də 4-dür. Burada zənciri birini buraxırıq. Buradan təzədən eyni işləri burada da edirik. Zəncirlə bir yerdə yenə də 4 dənə trabzan elədik. Baxın. Burada indi biz nə edəcəyik? Bir zəncir mən edirəm və bunların içinə 5 dənə. Necə 5 zəncir seçmişik? 5 dənə də sıx iğnə eləyirik. 1, 2, 3, 4, 5. 1, 2, 3 dənə zəncirlə qalxırıq. Təzədən bura 1, 2, 3, 4 və 5. Burada dəlik əmələ gəlir. Toxunmağımızın o tərəfində artıq bu işləri
burada olacaq. Göstərəcəm onu da. Təzədən heç bir artırma etmədən bura giririk. Təzədən burada da eyni işləri edirik. 2, 3, 4, 5. Təzədən 3 dənə zəncirlə qalxırıq. Təzədən bura 1, 2, 3, 4, 5. Təzədən bura 1, 2, 3, 4, 5. 3 zəncirlə qalxırıq. 1, 2, 3, 4 və 5. Baxın, ortalarda dəlik əmələ gəlir. İşimizi çeviririk. Yəni burada, mən indi başlamadım burada. Bu işləri, həmən bu trabzanı burada da eləysəz daha gözəl olar. 2, 3. Bizim trabzanımız olsun. Təzədən eyni işləri baxın. Burada da təzədən edirik. Eyni işlər. Və göstərəcəm sizdə necə gül alınır. Beş. Həmən dəlikdən yenə də təzədən 5. Baxın, beləsinə 1. Baxın, gül alınır. Gülün bu yerləri. Baxın, belə. Burada görsədim sizə. Baxın, necə gözəl. Beləsinə naxış alınır. Mən baxın, burada qıraqda etmişəm. Beləsinə trabzanlardan 4 dənə. Və burada da eləmişəm. Bax, belə. Sonra göstərəcəm necə şal alındı. Sağ olun. Kanalıma abunə olsanız sevinərəm. Dəstəyiniz mənim üçün önəmlidir. Təşəkkür edirəm. Biz toxuduq, gəldik. Baxın, uclarıdır. Uclarını baxın, beləsinə elətmişəm. İndi mən sizə deyəcəm ki, bu neçə uzunluğu eyni neçə metrədir. Qoy açım. Baxın, bu eynidir. Bu eynidir. Mən eyni ölçüb deyəcəm. Bitirdim bu şalımı. Çox da gözəl çıxdı. Kim istəsə öz üçün toxuya bilər. Deməli 75 yarımdır baxın. 75 yarım bax, belə biraz da yarımdır. Gəlin uzunluğunu ölçüm deyim. Uzunluğu isə başda 140. Bax, beləsinə bundan 140, 141, amma buradan 137 yarım. Çox gözəl çıxdı.
İstəyən özünə hörə bilər. Angora Gold'dan hördüm. Aliza Angora Gold'dan hörmüşəm. Tərkibində yun da var. Gözəl də insanı, yəni bir istidə saxlayır. 3 yarımla tığ toxumuşam. Eni 75 yarım. Uzunluğu 1.37, 1.40. Bax beləsinə. Sağ olun. Məni kanalımı izləməyi, abunə olmağı unutmayın. Mənə dəstək olsaz, like qoysaz çox sevinərəm. Növbəti videoda görüşənədək sağ olun, əziz xanımlar.